İranın vitse-prezidenti deyib ki, Türk Dövlətləri Təşkilatı varkən niyə biz Fars birliyi qurmuruq? Və daha da irəli gedərək deyib ki, İranla Tacikistan ilk növbədə bu birliyi qurmalıdır. Tacikistanın ardından Əfqanistanı da bu birliyə cəlb etmək lazımdır. Belə baxanda normaldır əslində. Deyə bilərik ki, təbiidir. Yəni etnik mənsubiyyət baxımından bir birlik qurmaq istəyirlər. Necə ki biz türklər qurmuşuq, onlar da qurmaq istəyirlər. Amma burada bir əmma var. Əmma nədən ibarətdir? Bu vitse-prezident irəli gedərək deyib ki, bu qurulacaq birliyə Özbəkistanın bəzi vilayətlərini də cəlb etməliyik. Təsəvvür edirsiniz nə deməkdir bu? Yəni qardaş Özbəkistanın, bir türk dövləti olan Özbəkistanın ayrı-ayrı vilayətlərini də Fars birliyinə cəlb etmək istəyirlər. Açıq-aşkar bir türk dövlətinin torpaqlarına iddia irəli sürülür. İddia olunur ki, onlar Fars torpaqlarıdır. Əslinə qalanda isə İranın iddia etdiyi Fars birliyi boş bir ideyadır. Çünki İranın özü belə Fars dövləti deyil. İran əhalisinin ən azı 50% türklərdir. Yəni türklərdən ibarət bir dövlət necə ola bilər ki, Fars birliyi qursun? Yaxud elə Tacikistan bizə dostdur, qardaşdır, yaxındır. Onun əhalisinin bəzən 30%-i türklərdən ibarətdir. Yaxud Əfqanistanın əhalisinin böyük bir kəsimi yenə də türklərdən ibarətdir. Bunları da bir tərəfə qoyuram. Tacikistan da, Əfqanistan da böyük Türkistanın bir hissəsidir. Yəni Əfqanistanın böyük bir hissəsi Güney Türkistandır. Tacikistan ömrü boyu Turan içində olub, Türk tarixinin içində olub. İranın özü də əslinə qalanda bir Türk coğrafiyasıdır. İndi bu Türk coğrafiyasını idarə edənlər nə ağılla durub Fars birliyi qurmaq istəyirlər özdə, qardaş Özbəkistanın da torpağına göz dikərək. Türk birliyi var, bəli. Türk birliyi nədir? Həqiqətən də Türk dövlətlərinin birliyidir. Türk Dövlətləri Təşkilatı. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan bunun tam hüquqlu üzvüdür. 5 dövlət. Türkmənistan və Kuzey Kıbrıs Türk Cumhuriyyəti, eləcə də Avropanın ortasındakı Macaristan da müşahidəçi üzvüdür. Tam normaldır. Üstəlik də şəxsən mən düşünürəm ki, elə Tacikistanı da normallaşmadan sonra Əfqanistanı da Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul etmək lazımdır. Çünki onlar Türk coğrafiyasından ayrı deyirlər. İndi İranın başında duranların başı deyəsən yerində deyil. Durub da Türk coğrafiyasında Fars birliyi qurmaq istəyirlər. Hələ siz əlinizdəki İranı görüm saxlaya biləcəksinizmi? İranın sonudur. Yəni viran qalacaq o dövlət. Paramparça olacaq. Orada yeni müstəqil dövlətlər qurulacaq və onların başında da Güney Azərbaycan Cumhuriyyəti gedəcək. Hə, bax ondan sonra görəcəksiniz ki, kim hansı birliyə qoşulur və real olan hansı birlikdir. Yeri gəlmişkən Fars dillilər təkcə indi İranda, Tacikistanda deyil ki. Pakistanda da var, Əfqanistanda da var, Hindistanda da var. Yəni çox sayda yaşayanları deyirəm, kompakt. Amma o dövlətlərin heç birisi İranla birlikdə hansısa birliyə, Fars birliyinə qoşulacaq deyil. Bilirsiniz niyə? Çünki İranın ipinin üstünə şələ bağlamaq olmaz. İrana dünyada heç bir dövlət inanmır, güvənmir. O cümlədən də bu və ya digər şəkildə Fars dilli sayılan dövlətlər də. Ona görə də İran vitse-prezidenti bu xam xəyaldan əl çəksin. Əgər doğrudan da nəsə eləmək istəyirlərsə, Türk Dövlətləri Təşkilatına bənzər nəsə qurmaq istəyirlərsə, əvvəl bir düşünsünlər. Düşünsünlər ki, İranın özü ümumiyyətlə Fars dövlətidir, yoxsa Türk dövlətidir. Yaxud xatırlasınlar, 1000 il boyunca İranı kimlər idarə edib? Farslar mı idarə edib, Türklər mi idarə edib?
İran Fars dövləti mi olub, Türk dövləti mi olub? Bax, bunu xatırlasalar görəcəklər ki, heç bir Fars birliyindən söhbət gedə bilməz. Bizim coğrafiyamızda tək bir birlik var. O birlik də Türk Dövlətləri Təşkilatıdır. Bu coğrafiyada ikinci bir birlik olan deyil. Türk dövlətlərinin bəzilərinin də üzv olduğu Müstəqil Dövlətlər Birliyi Rusiyanın önünü çəkdiyi, o da artıq tarix olacaq, çox yaxında. Yəni onu da göndərəcəyik. Bu bölgədə söz sahibi tək bir təşkilat var. Türk Dövlətləri Təşkilatı. Ona görə də heç kim xam xəyallara düşməsin. Hələ Fars-Pers birliyi qurub da qardaş Özbəkistanın torpaqlarına da göz dikməsinlər. Bizim torpağımıza göz dikənin gözünü çıxararıq. Bunu hər kəs bilməlidir.